Hərdən Cəlil Məryəm üçün hədiyyələr gətirərdi. Bir dəfə əqiqdən düzəldilmiş bilərzik, bir dəfə lazurit boyunbağı. Həmin gün isə qutudan üstündə ulduz aypara rəsm edilmiş xırda pullar olan yarpaq şəkilli klon çıxartdı. Yoxla bir Məryəmcan. Məryəm klonu boynundan asdı. Hə, necədir? Cəlilin üzü işıqlandı. Bu saat lap şahzadəyə oxşayırsan. Cəlil gedəndən sonra Nana qızın boynundakı klonunu gördü. Köçərlərin işidir, anası dedi. Bilirəm nədən düzəldirlər. Adamlar onlara sikkələr verir, onlar da ondan daşqaş düzəldirlər. Qoy gələn dəfə sənə qızıl bir şey gətirsin də sənin o gülmə şəkər atan. Əgər gətirsə... Cəlil getməyə hazırlaşanda Məryəm həmişə qapıda dayanıb, baxışları ilə ona yola salırdı. Ta ki, atası taladan çıxıb, ağaclar arasında gözdən itirdi. Qız gələn çərşənbə axşamı gününə qədər onu atasından ayıracaq. Bütün bir həftə haqqında dəhşətlə fikirləşirdi. Atasından ayrılanda nəfəs belə almırdı. Nəfəs almadan da ürəyində anları sayırdı. Hesab edirdi ki, hər nəfəs almadığı üçün Allah ona atası ilə görüşməyə yeni imkan yaradacaq. Görəsən atamın Heratdakı evi necədir? Gecələr yerində uzanan Məryəm fikirləşərdi. Kəş onunla bir yerdə yaşayardım. Hər gün onu görərdim. Üzünü qırxandan sonra dəsmalı verərdim. Üzünü kəsib kəsmədiyini xəbər verərdim. Çay verərdim ona, qırılmış düymələrini tikərdim. Heratda birlikdə gəzərdik. Tağlı qübbəli bazarda alver edərdik. Cəlil deyirdi ki, orada istədiyin şey var. Maşında gəzərdi, hamı deyərdi ki, baxın, bu Cəlil xandır, o da ki qızı. Atası altında məşhur şairin dəfn olunduğu ağacı göstərərdi ona. Haçansa Məryəm bunlar haqqında atasına deyəcək, həm də tezliklə. Başa düşəndə ki, qız onun üçün necə darıxır, o yəqin ki, onu özü ilə Herata aparacaq. Məryəm onun evində yaşayacaq. Mən bilirəm nə istəyirəm, Məryəm Cəlilə dedi. 1974-cü ilin yazı idi. Məryəmin 15 yaşı tamam olurdu. Hər üçü daxmanın həyətində söyüd kölgəsində oturmuşdular. Açılıb yığılan stollar üçbucaq şəklində qoyulmuşdu. Ad günümə mən bilirəm nə istəyirəm, Məryəm dedi. Doğrudan Cəlil şövqlə gülümsündü. 2 həftə qabaq Cəlil Məryəmə demişdi ki, onun kinoteatrında Amerika filmi gedir. Bu xüsusi bir film, multfilm idi. Deyirdi ki, çoxlu şəkillər bir-birinin ardınca ekranda sürətlə gəlib keçir, tamaşaçıya da elə gəlir ki, şəkillər hərəkət edir. Multfilm tənha oyuncaq düzəldən qoca bir kişi haqqındadır. Onun uşağı yoxdur, çox istəyir ki, oğlu olsun. Ona görə də qoca kişi taxtadan özünə bir oğlan kuklası düzəldir. Kukla da möcüzəli şəkildə cana gəlir. Məryəm atasından xahiş etdi ki, o kukla oğlandan daha çox danışsın. Cəlil dedi ki, sonra qoca kişinin və onun kukla oğlunun başına çoxlu macəralar gəlir. Onlar hətta xoşbəxtlik adasına qədər gəlib çıxırlar. Burada isə pis oğlanlar yaşayır. Onlar sözə baxmadıqları üçün uzunqulağa çevriliblər. Axırda kişi ilə oğlunu balina udur. Məryəm qoca kişi və onun kukla oğlu barəsində hətta Molla Feyzullaya da danışmışdı. Ata, istəyirəm ki, sənin kinoteatrına gəlim, Məryəm dedi. O filmə baxım, kukla oğlanı görüm. Məryəm ağzını açmışdı ki, ata-anasının əhvalı dəyişir. Onlar yerlərində qurcuxurlar və bir-birinə baxırlar. Bu yaxşı fikir deyil, Nana sakit və ciddi tərzdə dedi. Cəlil yanlarında olanda o həmişə belə nəzakətlə danışardı. Amma Məryəm onun acıqlı və tənəli baxışlarını sezdi. Cəlil yenidən qurcuxdu və boğazını arıtladı. Bilirsənmi Məryəm, bu lent o qədər də keyfiyyətli deyil. Elə səsi də. Kinoaparatı təmirə vermək istəyirik. Bəlkə də anan düz deyil. Yaxşı olar ki, başqa bir hədiyyə haqqında fikirləşəsən. Bax, gördün? Nana tələsik dedi. Atan da mən deyəni deyir. Sonra Cəlil ilə Məryəm çaya çatanda qız bir də atasından xahiş edir. Məni kinoya apar da.
Yaxşı, Cəlil dedi. Bir adam göndərərəm, səni kinoya gətirər. Sənə yaxşı yer verəcəklər, konfet də yeyəcəksən. Yox, səninlə getmək istəyirəm. Qardaşımı, bacılarımı da gətir. Onları görmək istəyirəm. Hamımız bir yerdə gedək, nə olar? Cəlil dərindən köks ötürdü. Baxışlarını yayındırdı. Göyə ki dağlara baxır. Məryəmin yadına düşdü ki, Cəlilin dediyinə görə ekranda adamın üzü ev boyda olur. Maşınlar toqquşanda gömbultu səsini bədənində hiss edirsən. Təsəvvür etdi ki, Cəlillə, ata bir qardaş və bacıları ilə kinoteatrın balkonunda oturub kinoya baxır. Dondurma yeyir. Çox istəyirəm, ata, Məryəm bir də dedi. Cəlilin gözlərində sonsuz kədər var idi. Sabah bura gələrsən, Cəlil dedi. Yerə çömbəlib qızını sinəsinə sıxdı və uzun müddət buraxmadı. Əvvəlcə Nana daxmanın kənarında göründü. Yumruğunu qeyzlə açıb bükürdü. Allah niyə sənin kimi nankor qızı verdi mənə? Sənə görə nələr çəkirəm? Necə cürət edirsən? Sən, nankor haramı, məni qoyub getmək istəyirsən? Sonra rişxənd elədi qızına. Nə səfeh qızsan? Elə bilirsən ki, ona lazımsan. Güya ki, gözləyirlər səni onun evində. Elə bilirsən, o səni qızı hesab edir. Səni aparacaq evinə. Gör nə deyirəm. Kişilərin qəlbi yoxdur, Məryəm. Daşdır onların ürəyi. Bu ana bətni deyil sənin üçün. Onun qəlbində sənin yerin yoxdur. Sənin dünyada bir adamın varsa, o da mənəm. Mən də olmasam, yetim kimsəsiz qalacaqsan. Tək tənha. Sonra qızının vicdanını oyatmaq istədi. Sən getsən mən ölərəm. Tutmam tutacaq. Görərsən, dilimi udub ölərəm. Getmə Məryəmcan, yalvarıram, mənimlə qal. Sən getsən, mən buna necə dözərəm? Məryəm susurdu. Bilirsən nə qədər sevirəm səni, Məryəm? Məryəm dedi, gedin biraz gəzin. Qorxurdu ki, biraz da qalsa, anasının qəlbinə dəyən sözlər deyəcək. Bilirdi ki, cin şeytan sözləri yalandır. Cəlil ona demişdi ki, bu adi bir xəstəlikdir. Əgər Nana lazımi həbləri qəbul etsə, keçib gedər. Anasından soruşa bilərdi ki, Cəlil onu həkimə aparmaq istəyəndə nəyə getməyib? Cəlilin aldığı dərmanları niyə qəbul etməyib? Əgər müvafiq sözlər tapa bilsəydi, anasına deyərdi ki, başqa əllərdə oyuncaq olmaqdan bezib daha. Yalanlardan, şikayətlərdən, qarşılıqlı iddialardan daha yorulub. Anasının həyatından narazılığı, gilə-güzarı onu bezdirib. Deyirdi ki, sən qorxursan, Nana, qorxursan ki, mən xoşbəxt olaram. Çünki sən heç vaxt xoşbəxt olmamısan. Ona görə də istəmirsən ki, mən də xoşbəxt olum. Sənin qəlbin daşdır, sənin qəlbin qaradır. Məryəm bunları düşünürdü. Talanın kənarında bir yer vardı. Məryəm oranı çox xoşlayırdı. Buradan gözəl mənzərə açılırdı. Qız burada quru, isti otlar üstündə oturub uzaqlara baxırdı. Herat ovcunun içindəki kimi görünürdü. Şəhərin şimal səmtində qadınlar bağı, Çarsuq bazarı, cənubda Böyük İskəndər qalasının xarabaları görünürdü. Uzaqdan görünən minarələr əfsanəvi nəhənglərin barmaqları kimi göyə ucalırdı. Yəqin küçələr adamla qaynaşır. Hər yanda ardı-arası kəsilməyən qatır qoşqulu, harasa yük daşıyan arabalar gözə dəyirdi. Qızın başı üstündə qaranquşlar uçuşurdu. Məryəm onlara qibtə edirdi. Axı onlar istəyəndə Herata uçub gedirdilər, məscidlərin, bazarların üstündən uçurdular. Bəlkə də lap Cəlilgilin hasarı üstə oturur, onun kinoteatrının pillələrinə qonurdular. 10 dənə daş götürüb onları 3 sütun şəklində üst-üstə qoydu. Bu oyunu hərdən həm də Nanadan gizli oynayırdı. Birinci sütunda 4 daş qoyurdu, Xədicənin uşaqları üçün. Sonraki sütunların hər birinə 3 daş qoyurdu, Əfsunun və Nərgizin uşaqları üçün. Sonra tək bircə daşdan ibarət 4-cü sütun, 11-ci, yəni özünü qoyurdu. Ertəsi gün səhər Məryəm açıq rəngli
Dizinə qədər çatan paltarını, pambıq parçadan tikilmiş şalvarına geyindi. Başına hicab bağladı. Yaşıl rəngli hicabı paltarlarına heç yaraşmırdı. Amma neyləyə bilərdi? Ağ rəngli hicabını güvə deşik-deşik etmişdi. Saata baxdı. Əllə qurulan açıq yaşıl sferbalatlı qara rəqəmli bu saatı ona Molla Feyzulla bağışlamışdı. Səhər saat 9 idi. Görəsən Nana indi hardadır? Bəlkə gedib bayıra onu axtarsın, rişxəndlərini, ittihamlarını eşitsin. Dərdli gözlərinə yenə baxsın. Vaxtı keçirmək üçün Məryəm stula əyləşdi. Karandaş götürüb Cəlilin öyrətdiyi kimi əlini kağızdan ayırmadan çoxlu fil şəkli çəkdi. Oturmaqdan bezdi, amma uzanmağa da qorxurdu ki, paltarları əzilər. Saat 12-nin yarısı olanda Məryəm 11 daşını da cibinə qoyub bayıra çıxdı. Çaya tərəf gedəndə Nananı söyüd kölgəsində açılıb yığılan stulda əyləşən gördü. Görəsən onu görmədi ki, çayın kənarında danışdıqları yerdə gözləməyə başladı. Göyün üzündən topa-topa rəngli kələmlər kimi tutqun boz buludlar axıb keçirdi. Cəlil ona demişdi ki, buludlar ona görə belə qara olur ki, onların yuxarı hissəsi çox sıxdır. Günəş şüalarını buraxmır. Buludların kölgəsi onların dibinə düşür. Bax, ona görə də Məryəmcan, buludların aşağısı belə qara olur, deyirdi. Dəqiqələr keçirdi. Məryəm daxmaya qayıtdı. Bu dəfə talanın əks tərəfinə getdi. Nana onu görə bilməzdi. Qız saata baxdı. Artıq saat 1 idi. Axı o biznesmendir. Yəqin nəysə bir işi çıxıb. Çaya qayıtdı. Gözləməyə başladı. Ətrafda qara toyuqlar dövrə vurur, hərdən də hündür otların içinə inirdilər. Məryəm o qədər gözlədir ki, ayaqları keyidi. Yox, o evə qayıtmayacaq. Şalvarının balıqlarını dizəcən çırmaladı, çayı keçdi. Dağlardan enib, həyatında ilk dəfə Herata yol aldı. Nana Herat haqqında da yalan demişdi. Heç kim qızı barmaqla göstərmirdi. Heç kim ona gülmürdü. Məryəm səs-küylü, izdihamlı, hər iki tərəfdə sərv ağacları əkilmiş bulvarla gedir, hara isə tələsən piyadalar, velosipedçilər, qatır arabaları onun yanından ötüb keçirdi. Heç kim ona daş atmır, haramı demirdi. Heç üzünə də baxan yox idi. O da bu izdihamın içində adi bir adam idi. Məryəm böyük bir parkda çınqıl döşənmiş cığırların kəsişdiyi dairəvi hovuzun yanında bir anlıq dayandı. Əli ilə hovuzun kənarında gözlərini suya dikib bərətmiş mərmər atları sığalladı. Kağızdan gəmilər düzəldib suya buraxan oğlanlara baxdı. Hər yanda güllər, çiçəklər, zambaq, lalə, petuniya gülləri, elə bil ləçəkləri gün işığında çimirdi. Adamlar cığırlarla gəzişir, skamyada oturur, çay içirdilər. Burada olduğuna inanmırdı. Ürəyi həyəcanla çırpınırdı. Kaş indi Molla Feyzulla onu burada görəydi. Gör necə sevinərdi. Sən cəsarətli qızsan, deyərdi. Qorxmayıb böyük bir şəhərə gəlib, burada yeni bir həyata başlayacaq. Atası, bacı qardaşları ilə birlikdə yaşayacaq. Onları sevəcək, onlar da onu sevəcək. Bir də heç vaxt tənə xəcalət bilməyəcək. Düşüncələrin qanadında parkdan çıxıb geniş prospektə çıxdı. Çinarın kölgəsində piştaxta arxasında oturub albalı üzüm satan, üzü günəşdə yanıb qaralmış küçə tacirlərinin yanından keçdi. Heç kim ona məhəl qoymurdu. Ayaqyalın oğlan uşaqları heyva dolu səbətlərini yelləyərək maşınların, avtobusların dalınca yüyürürdü. Küçənin tinində yenə ayaq saxladı. Yoldan ötənlərə baxdı, fikirləşdi. Ətrafda bu qədər möcüzələr var ikən, niyə axı bu adamlar hamısı bunca laqeyddirlər? Cürətini toplayaraq, başına göy qurşağı kimi əlvan çapan qoymuş, şişman yanaqlı qoca faytonçudan soruşdu ki, o Cəlili tanıyırmı? Harada yaşadığını bilirmi? Görünür, Heratdan deyilsən, faytonçu canyananlıqla dedi. Hər kəs bilir ki, Cəlil harada yaşayır.
Evlərini göstərə bilərsinizmi? Faytonçu cibindən bir iris çıxarıb dedi. Təksiniz? Bəli. Oturun, mən sizi apararam. Amma mənim pulum yoxdur. Faytonçu irisi qıza uzatdı. Dedi ki, 2 saat olar ki, müştərisi yoxdur. Onsuz da evə gedir. Cəlilin evi isə yolunun üstündədir. Məryəm faytona qalxdı. Onlar yanaşı oturub dinməzcə gedirdilər. Yolun hər iki tərəfində apteklər vardı. Xırdavat dükanlarında mandarin, armud, kitablar, şal, hətta ovçu quşları, şahinlər satılırdı. Çayxanaların yanında xalça döşənmiş taxta səkilərdə kişilər çay içir, qəlyan çəkirdilər. Uşaqlar torpaq üstə cızıq çəkib öz oyunlarını oynayırdılar. Fayton şam və sidr ağacları əkilmiş geniş bir küçəyə buruldu. Biraz da gedib dayandı. Çatdıq. Deyəsən bəxtin gətirib, doktorcan. Sahib evdədir. Bu onun maşınıdır, faytonçu dedi. Məryəm yerə tullandı. Faytonçu gülümsündü, sonra yoluna davam etdi. Məryəm əvvəllər heç vaxt maşına əl vurmamışdı. Bu Cəlilin maşını idi. Qara rəngdə, təkərlərinin parıldayan səthində Məryəm öz əksini gördü. Oturacaqları ağ dəridən idi. Məryəm içəridə sükanın yanında bərq vuran cihazlar, əqrəbli şüşə sferbalatlar gördü. Bir anlığa Məryəm qulaqlarında Nananın istehzalı səsini eşitdi. Elə bil üstünə soyuq su dökdülər. Ayaqları getməsə də həyət qapısına yaxınlaşıb hasara söykəndi. Hasarın hündür divarları nəsə bəd bir şeydən xəbər verirdi. Divarlar arxasından sərv ağaclarının yalnız təpəsini görmək olurdu. Ağaclar hasarın o üzündə yırğalanır, qızcığaz xəyal edirdi ki, onu salamlayırlar. Nə oldu? Cəsarətli ol, Məryəm. Qapını ayaqyalın, cavan bir qadın açdı. Onun alt dodağında döymə rəsm var idi. Mən Cəlil xanı görmək istəyirəm. Mən onun qızı Məryəməm. Qulluqçu qadının üzündə əvvəlcə ani bir çaşqınlıq ifadəsi göründü. Sonra nəyisə xatırladı. Elə bil tanıdı, gülümsündü. Gözləyin deyib tələsib qapını örtdü. Bir neçə dəqiqə keçdi. Sonra uca boy, enli kürək bir kişi qapıda göründü. Yuxulu, laqeyd baxışlarını Məryəmə dikib mehriban səslə dedi. Mən Cəlil xanın şoferiyəm dedi. Bağışlayın, Cəlil xanın nəyisiniz? Sürücüsü. Cəlil xan burada yoxdur. Axı maşını buradadır, Məryəm dedi. Təcili işlərlə bağlı gedib. Bəs nə vaxt qayıdacaq? Deməyib ki. Məryəm dedi ki, gözləyəcək. Sürücü qapını bağladı. Məryəm yerdə oturdu. Dizlərini qucaqladı. Axşam yaxınlaşırdı. O acıqmışdı. Faytonçunun verdiyi irisi ağzına atdı. Birazdan sürücü yenə də qapıda göründü. Evə getsəydiniz yaxşı olardı, dedi. 1 saatdan sonra axşam düşəcək. Mən qaranlığa öyrəşmişəm. Hava da soyuqdur axı. Onda qoy sizi evinizə aparım. Sahibə deyərəm ki, gəlmişdiniz. Məryəm dinməzcə ona baxırdı. Mən sizi otelə apara bilərəm. Yatıb dincələrsiniz. Görək səhər neyləyə bilərik. Onda məni içəri buraxın. Buraxa bilmərəm. Onun nə vaxt qayıdacağını heç kim bilmir. Sahibin gəlməsi bir neçə gün çəkə bilər. Məryəm əllərini sinəsinə çarpazladı. Sürücü köksünü ötürüb yumşaq bir məzəmmətlə ona baxdı.